İmtahan verəcək tələbələr üçün oxunan dua. İmtahana girməmişdən və girərkən 7 dəfə oxunması məsləhət görünür. Dua belədir: Mənə Allah yetər, ondan başqa heç bir ilah yoxdur. Mən ancaq ona təvəkkül etdim, o uca ərşin sahibidir. İmtahana girərkən bu dua oxunar: Ya Rəbbi, məni doğru bir girişlə girdir və yenə doğru bir çıxış ilə çıxart. Qatından mənə kömək edici bir qüvvə ehsan et. İmtahan üçün sıraya oturduqda bu ayə oxunur: Ya Rəbbi, sinəmi və könlümü genişləndir, işimi yüngülləşdir, dilimin bağını çöz, sözümü aydın et. İmtahan başlayınca da bu dua oxunur: Ey hay və qəyyum olan Allahum, sənin rəhmətinə sığınıram, sənin rəhmətinə sığınıram.